Səmaya xanımla biz Esmira'nın sənin kimi idik. Onu gördüyüm ilk andan ağlımda ilişib qalmışdı. Haqqında heç bir məlumatım yox idi. Bircə onu bilirdim ki, tələbədir, universitetdə oxuyur. Onu axtarmağa başladım. Ne olur, ne ufulduyorsan? Ne bileyim Şakir. O kız yadımdan çıxmır. Narahat olma, bu yaxınlarda maaş köçəcək, çıxarıq şəhərə. Başqa qızları görəndə yadından çıxacaq. Bu 3 sayınacaq o tərəfdə universitet var ya, tanımırsan oranı. Tanıyıram. Ne olub, oxumaq eşqinə düşmüsən? Mənə apara bilərsən ora. Öyle indi. Ne bileyim, dərs nə vaxt qurtarır ki? Saat neçədir? 2-nin yarısı. Hardası yarım saata bitir. İstəyirsən gedək. Gedək də onda, tez apar məni ora. Universitetin çıxışında onu gözlədim. Səmayə, gəl bura. Nəhayət çıxdı. Adı Səmayə imiş. Dostları ilə oturduqları kafeleri, parkları əzbərlədim. Fəlsəfə müzakirə eləyəndə çox gərgin olurdular. Hətta bəzən sözləri çəpkəlir, dalaşırdılar da. Platon, Karl Marx, Levkip, İbn Rüşd və Nietzsche. Mənsə onların haqqında danışdıqları xarici adamların heç birini tanımırdım. Mən də növbəti dəfədən cibimə kağız qələm qoydum. Adlarını çəkdikləri adamların adlarını qeyd edib, kim olduqlarını öyrənməyə çalışdım. Onun oxuduğu kitabların adını qeyd edib, sonra gedib kitabxanadan götürüb oxuyurdum. Sonra hər gün onları uzaqdan izlədim. Və sonra? Sonra ailə qurduq. Ömrü gün yoldaş olduq. Mən düşüncəsizlik elədim. Özümü ona yaraşdırmadım deyə ona söz haqqı vermədim. Sən Esmira'ya söz haqqı ver. Qoy sən istəmədiyini, sənin özünə yaraşdırmadığını o özü sənə desin. Onun əvəzindən qərar vermə.